Biz ne üçün İmam Hüseyni yad edirik və nə üçün o insan seli bugün Kərbəlada o boyda yol gedir, nə üçün? Allah dostuna ehtiramımızı ifadə eləmək istəyirik. İnnə li qətlil Hüseyn hərarətən fi qulubil müminin la təvrudu əbəda. Hüseynin qətli ilə vurğu ilə deyirəm, möminlərin qəlbində bir atəş yanar ki, heç zaman sönməz. Hüseynin qətli ilə mömin adamların, möminliyin meyarı Hüseynə yanmaqdır. Necə kömək eləyir? Axırıncı sualım. Nə deməkdir bu kömək? Kömək budur ki, ümmət imam münasibətləri islah olur. Kərbəlanın mənası budur. Yəni bir zaman Allahın hüccətini, Allahın dostunu, bəşəriyyətin imamını, insanlığın imamını atdan yerə salıb təhqir elədilər. Öldürdülər, at ayağının altında tapdaladılar. İstədilər yedizdirsinlər cəmaata. Ümmətin içindən bir dəstə çıxdı. Dedi ki, biz heç zaman bununla barışmayacağıq. Bu olmaz. Bu bağışlanmaz cinayətdir. Çünki siz düzəni bir-birinə vurmuşsunuz. O ehtiramın nəhayətində olmalıydı. Siz hörmətsizliyin nəhayətini elədiniz. Və bu elə belə bir hadisədir. Yox. Bu bəşəriyyətin ən birinci faciəsidir. Allah dayandı durdu bu məsələnin üstündə ki, gedin problemlərinizin həllini burada tapın. O ona layiq deyildi, onun haqqı deyildi. Onun haqqı özünə qaydana qədər olmaz. Gedin sinə vurun, gedin göz yaşı tökün, gedin ziyarətinə. Hey, bunu olmaz bunu eləmək olmazdı. Hey, bu işi yad eləyin, ürəkləriniz yansın. Bir dəstə Allah inayət elədi ki, bu iş üzərinə götürdü ki, biz də onların içindəyik hələ ki, əlhəmdülillah. Ümmət imam münasibətləri bəşəriyyətin düyün olan yeridir. O düyün açılsa insanlığa günə çıxır. Bəşəriyyətin problemi budur ki, bəşəriyyətin imamı var Allahla insanlıq arasında vasitə. O lazım olan yerdə deyil. O düzəlməyincə nə dəyişiklik olsa kosmetikdir. Fundamental deyil. Köklü dəyişiklik o zaman baş verə bilər ki, bu köklü məsələli olsun. Kərbəla nə qədər İmam Hüseynin hərəmində qırmızı bayraq asılıb ki, onun o qanı alınmayıb, imam gəlib yerini tutmayıbsa, heç bir nizam, intizam, heç bir xoşbəxtlik dadmayacaq bəşəriyyət. Mümkün deyil bu. Allah kod verdi də yaradılışın əvvəlində, kod verərlər bir dənə. Yaşamağa gedirsiniz, bəli. 2 dənə hadisə kod verdi ki, bax düyünüz buradadır. Bir şeytan üsyan elədi, bir də Qabil öldürdü. Bu 2 şeydə kod verdi. Dedi ki, bəşəriyyətin düyününü burada axtarın. Adəmin oğlanlarından biri fəzilətli oldu, biri fəzilətli aşağı, vurdu onu öldürdü, başına keçirməkdənsə, hörmətini saxlamaqdansa. Dedi, baba, problem budur. 2 dənə hadisə ilə səni dünyaya göndərdi. Dedi ki, get bu işi həll elə, qalan şeylər düzələcək. Sən get imamla münasibəti düzəlt, cəmiyyət olaraq. İmamın yerini harada olmalıdır, orada olsun o. Kərbəla onun ən böyük pikidir ki, zirvəsidir ki, orada pozuldu bu. Pozdular bunu. İndi bu əzadarlığın, ziyarətin əsas mesajı nədir? Əsas mesajı budur ki, biz nəhayət ki, qalxmışıq o düyünü açmağa, bəşəriyyət onu açmağa başlayır. Ne üçün? Bir gün zəvvarı bir dənə xanım Zeynəb idisə, İmam Səccad idisə, bugün milyonlardır. Milyonlardırsa, artıq deməli nəsə dəyişikliyi baş verir. Heç kəs də başa düşmür, necə oldu bu birdən-birə oldu. Bilirsiniz, bu düyün aslanda düzələcək hər şey. Ona görə ümidlər bura dikilib ki, deyəsən ümmət imam münasibəti düzəlir. Çünki bu yox idi indiyə qədər, bu həddə deyildi. Bu da düzəldirsə, vəssalam, başqa bir şey qalmadı. Düzələcək bir şey yoxdur ondan sonra. Söhbət adamın məzlum olmağından getmir, ümmət imam münasibətidir. Allahın hüccəti, dəyərli şəxsin öz yerində olması, bəşəriyyətin ona lazımı dəyəri verməsindən söhbət gedir. Bəşəriyyət nə gözləyir? İnsanlıq nə gözləyir? İmam gözləyir. Kimi gözləyir? İmam. Bəziləri bilmir, imamı otursun gözləsin. Yəni din məntiqi ilə yanaşsaq, qızıl dövr,
biz varis edəcək təqvaları yer üzünə, yer üzü cənnətə çevriləcək. Nə zaman? Bu utopik bir xəyali, reallığı olmayan bir nəzəriyyədirmi, bir əfsanədirmi, yoxsa Quranın məntiqidir? Quran deyir ki, bəli, qızıl dövr gözləyirsiniz siz onu. Bəziləri bilir, şuurlu şəkildə gözləyir, bəzi bilmir, amma ona doğru gedir. İmam gözləyir də, elə deyil. Dünyanı kim səhmana salacaq? Allahın hüccəti. İmam səhmana salacaq. Elə deyil. Bunun üçün nə olmalıdır? Bunun üçün gərək ümmət imamla münasibətini düzəltsin ki, ona bu işdə kömək eləsin. Elədir? Bəli, elədir. İmam Hüseynin Kərbəlası, Ərbəyini, bax, ümmət imam münasibətlərinin nəhayət ki, səhmana düşməsidir və bu strateji məsələdir. Önəmli məsələdir. Diqqət bura olmalıdır. Bu düyün açılsa vəssalam. Bu düyün açılsa vəssalam. Bax, biz də bugün Kərbəlada ola bilmədik. Ərbəyin ziyarətində var ki, və nusrəti ləkum muəddə. Yəni, mən sizə kömək eləməyə hazıram. Ərbəyinin ziyarətinin söz cümləsidir. Adam cismən bəzən bir yerdə ola bilmir. Min cür şərait var da, bəzən boynuna gəlmir. Olur elə ki, sənin vəzifən indi başqa bir şeydir. Amma fikrin hardadır, kimin yanındadır, nə üçün yaşayırsan, bəli. Cabir ibn Abdullah Ənsari Ətiyyəyə dedi ki, Ətiyyə ilə ziyarət elədi İmam Hüseyni, Ərbəyin ziyarəti vardı onun barəsində. Deyirlər, getdi, Fəradda qusl elədi, gəldi. Deyir, çağırdı Həbibi ya Hüseyin, 3 dəfə çağırdı. Peyğəmbər səhabəsi. Üzün qoydu qəbrinə, dedi, Həbibi ya Hüseyin. Sonra dedi ki, ay mənim istəyilim Hüseyin. Adam da istədiyi adamın cavabını verməz. Royza oxuyur, Peyğəmbərin qoca səhabəsidir. Dedi, necə olur ki, mən səni çağırıram, heç cavab da vermirsən. Sonra özü İmam Hüseynin dilindən cavab verdi. Dedi, necə cavab verəsən ki, bir halda başım bədənində deyil. Dedi, ağladı. Ondan sonra dedi ki, Allah şahid olsun ki, biz də sizin savabınıza şərikik. Biz sizinlə eyni əcri bölüşürük. Yanındakı dedi, necə yəni, onlar döyüşdü, şəhid oldu biz evimizdə. Dedi ki, Allah görür ki, mən yaşlıyam, xəstəyəm, əlim qılınc tutmur. Amma mən ürəyim Hüseynin yanındaydısa, mən elə Hüseynlənəm. Hələ doğulmayan adamlar o zaman, kimin ürəyi oynandısa, o İmam Hüseynləndir. Bugün insanlar yorğundur, yəqin Kərbəlada, çox yol gediblər. Amma heç kəsi qürur tutmasın deyə mən orada olsaydım indi, bax, indi orada olsaydım, onların qarşısında çıxış eləsəydim, onlara deyərdim ki, qürurlanmayın. Siz gəlirdiniz yolda susuyanda sizə su gətirib verirdilər, hörmətlə, yalvara-yalvara. Siz yolda ac olanda sizə yemək gətirib verirdilər, yalvara-yalvara, minnətinizi çəkə-çəkə. Siz ayaqlarınız yorulanda ayaqlarınızı ovuşdururdular. Siz ağlayanda göz yaşınızı silirdilər. Mən görmüşəm, gəlir gözünün yaşını silir bir-birinin. Siz gün qabağında olanda gəlib bədənləri ilə kölgə yaradırdılar. O dəfə göstərdilər, bir dəstə çörək yiyir, bir dəstə gəlib kölgə yaradır. Əli ilə bir şey tutub. Amma mən bir karvan tanıyıram ki, onun ağlayanlarını döyürdülər. Orada ağlayana hörmət eləmirdilər. İmam Səccad deyir, qızlar hərdən ağlayırdı, deyir, ağlamaqlarının cavabları qamçı idi. Qamçı ilə uşaqları sustururdular. Uşaqlar su istəyirdilər, su verən olmurdu. Uşaqlar acıydılar, ləziz yeməklər pişirirdilər, iyi burunlarına gəlirdi, amma vermirdilər onlara. Sizin ayaqlarınızı ovuşdururlarsa, onlar tikanlı çöllərdə ayaq yalın gəzirdilər, ayaqları yara olmuşdu, ayaqlarını yerə qoya bilmirdilər uşaqlar. Keçən illər qış idi, biraz soyuq idi, Ərbəyində deyir, axşamlar soyuq olurdu, zəvvarlar bir-birinə paltar verirdilər.
Amma bu karvan hansı vəziyyətdə gəldi Kufəyə? Bir nəfər xanım baxırdı dedi, damın üstündən. Onları gördü, dedi, bunlar kimdir? Dedilər, Zeynəbdir, Peyğəmbər ailəsidir. Deyir, ağlaya-ağlaya damdan düşdü aşağı. Dedi ki, tez evdən parça gətirin, verin Peyğəmbər balalarına. Bilməm, onları hansı vəziyyətdə gördü, hansı halda gördü. Evlərinizdə nə paltar var, parça var, gətirin, verin Peyğəmbər balalarına. Mən də buradan sizin hamınızın ürəyinizin sözünü deyirəm, ürəyinizlə hamınızın adından İmam Hüseyni ziyarət edirəm. Deyək ki, ya Abdullah, biz gələ bilmədik, biz sənin məzarın yanında olmadıq, amma sənin üçün məsafə fərqi yoxdur. Bizim də ürəklərimiz, Allah özün şahidsən ağa, sənin eşqinlə doludur. Bizim bu dünyada yeganə ümidimiz sizin məhəbbətinizdir, başqa bir şeyimiz yoxdur. Odur ki, hamınızın adından qoşulaq o zəvvarlara, Ərbəin zəvvarlarına. Hamınızın adından deyirəm, Əssalamu aleykə ya Aba Abdillah, Əssalamu aleykə ya ibnə Rasulillah, Əssalamu aleykə ya ibnə Əmiril Müminin və ibnə Seyyidil Vəsiyin, Əssalamu aleykə ya ibnə Fatimə, Seyyidət-i Nisa'l Alemin. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Hər il mən demişəm, bu karvan Şamdan çıxır. Mən uşaq idim bunu deyəndə. Bunu danışanda uşaq idim. Hələ də danışıram. Xoş halımıza ki, illər keçir, saçımız, saqqalımız ağarır, hələ ki Hüseyin qapısındayıq. Çox xoş bizim halımıza. O gün bir məddah deyirdi ki, güzgüyə baxıram, saçım, saqqalım ağarıb, amma sən uşaqlığımın Hüseynisən, elə həmin Hüseynsən. O Hüseynsən ki, uşaqlığımda sənin qapıva gəlirdi. Biz də uşaqlığımızdan bu sözləri demişik və ürəyimiz yanıb ağlamışıq. Şamdan karvan çıxır, hərəkət eləsin, Kərbəlaya gedəcək. Cəmaat toplaşıb xanım Zeynəbi yola salmağa. Qadınlar toplaşıb, əhalidən gəliblər yola salmağa. Həzrət Zeynəb baxdı onlara, yazır, fərmayiş etdi, şəhərüzü tərk eylirik bugün. Bizdən qalır xərabədə bir qəbr yadigar. Gedirik şəhərimizdən, amma bir balaca qəbir qoyub gedirik xərabənin içində. Bu qəbirdə yatan balanın çoxdur niskili, şahzadədir, ürəkdə qəmi vardı bişimar. Deyir, Hüseynin qızının qəbridir o. Onu qoyub gedirik. Balaca ürəyində çox dərdləri var idi, onu zəmanət qoyuruq. Bizdən sonra əsir gələn vaxtda şəhrüzə, qəlbi şikəstə qızlara çox verməyin fişar. Mənzil verin, xərabə məkanda yatırtmayın. Deyib, biz gedirik, amma birdən yenə əsir gətirsələr, ürəyi sınmış qızları xarabalıqda saxlamazlar. Əcəb şəhərimizin tarixini ləkəl elədiniz, elə bir yerə qoydunuz bizi ki, gecələr soyuqdan yatan birdi, gündüzlər istidən. Mehmanız idi, öldü balam, yasa gəlmədüz. Heç bilmədüz, nə dərdinlə öldü mənim balam. Heç bilmədüz, gülüm niyə tez oldu tarimar. Qonaq idi axı sizə. Bu uşaq bilirsiniz necə dünyadan köçdü? Bir parça kərpic üstündə başını qoyub dünyadan köçdü. Heç gəlib baş sağlığı vermədiniz. Deyir, onda xanımlar çıxdı qabağa ki, xanım bizi halal elə. Gedirsən haqqı bizə halal elə. Xanım göz yaşı içindədir ki, sizi halal eləyərəm bir şərtlə. Cümə axşamları öz ölənlərinizin qəbrini ziyarət eləyəndə, mənim də bu qərib balamı yaddan çıxartmayın. Özü qərib, məzarı qərib, düşmən içində. Hüseynimin vətən avarəsi, maralı rüqəyyə. Deyir, ayrıldı, ağlaya-ağlaya gəldi. Bir-bir xanımlar kəcavələrə minir, dəvələrə minir ki, ayrılsınlar.
Zeynəb İmam Hüseynin o yetim qızlarını bir-bir sayır. Hamı oturdu, Zeynəb gördü ki, qızlardan biri yoxdur. Gördü Səkinə yoxdur karvanda. Deyir Zeynəb ağladı, xanımlar töküldülər təzdən kəcavədən yerə. Başladılar Şamı gəzməyə. Rüqəyyəni dəfn ediblər, indi Səkinə yoxdur, ağlaya-ağlaya gedirlər. Şamın xanımlarından bir dəstə gəldi, xanım ağlama. Xərabənin yanından keçəndə gördüyü balaca bacısının balaca qəbrinin yanında oturub ağlayır. Oradadır, narahat olma. Gəldilər, gördülər ki, Səkinə özün atıb bacısının qəbrinə ağlaya-ağlaya deyir, ay mənim yol yoldaşım, olmaz səni tərk eləmək. Kərbəladan Şamacan bir gəlmişi, dur bir gedək. Ax, sən mənlə yol yoldaş olmusan, sən belə vəfasız olmazdın. Niyə burada qalırsan? Necə bir yerdə gəlmişik, dur bir yerdə gedək. Deyir, Zeynəbin dizi büküldü, oturdu yerə, bu mənzərəni görəndə. Gördülər, özün salıb bacısının balaca qəbrinin üstünə ağlayır, oturdu yerə. Deyir, Zeynəb mərsi oxudu, hamı ağladı. Qəfəsdə bülbül şeilim oyan, Rüqəyyəm oyan. Xərabə güşəsin etmə məkan, Rüqəyyəm oyan. Bacıların gözü yaşlı, bibilərin giryan, gəliblər qəbrivin üstə oyan, Rüqəyyəm oyan. Deyir və hamı ağlayır. Qorxma, asandır o gəlməkdən bu getməklik yolun. Qolları bağlı gəlibsən, bir də bağlanmaz qolun. Deyir, qorxursan, şimir səni qamçı ilə döyər getmirsən, dur ayağa, bu karvanın başçısı özüməm. Burada şimir yoxdur, onun qorxusundan durmursansa, dur gedək. Şair yaxşı yazıb bu sözləri. Rüqəyyənin yeri var, qəbridən gələydi sədası. Yeri vardı deyib, belə cavab versin. Rüqəyyənin yeri var, qəbridən gələydi sədası. Qabar ayaqlarımın əmmə var, hənuz yarası. Ayaqlarım hələ də yaradır, ağrıyır ayaqlarım. Yorulmuşam, yatım asudə qoy xərabədə mən. Qoy mən qalım bu xərabənin küncündə. Amma bir xahişim var bilmişsiniz səndən. Bir xahişim budur ki, bu karvanı bir rahi Kərbəla aparın. Mənim dilimcən Əli Əkbərə dua aparın. Deyim, məzlum bacından sənə salam gətirmişik. O qaldı Şamın xərabəsində. Bura gələ bilmədi, amma mənim də salamımı çatdır. Ona görə xanım Zeynəb İmam Hüseynin qəbrinə gedəndə birinci bunu dedi ki, bütün balaları salamat gətirmişəm, amma Rüqəyyəndən xəcalətliyəm. Əmanəti qoruya bilmədim. Əla lənətullah, ələl qavmiz zalimi.